Bugün keçən Həmzənin 10-cu sinifin dərsliyindən Həmzənin qıratı qaçırması qolu başqa adı ilə gedir Koroğlunun Toqat səfəri. Yəni iki adı ilə də adlana bilər. Həmzənin qıratı qaçırması qolu, ikincisi də gedəcək adı Koroğlunun Toqat səfəri. Hadisələrin süjet xəttinin başlanğıcı belə başlayır. Bağdad səfərindən sonra, bax bu cümləni xüsusi yadda saxlayın. Bağdad səfərindən sonra, Bağdad səfərin də qarşıdakı boyların birində danışılacaq. Bağdad səfərindən sonra Xotkar kim idi? Xotkar Osmanlı sultanı idi. Yəni Osmanlı dövlətinin başçısına nə deyirlər? Xotkar. Yəni Xotkar burada ad kimi getmir. Xotkar burada gedir vəzifə kimi, yəni sultan. O əvvəlki kitablarda həmişə deyəndə deyirdilər ki, Xotkar, Möhtəzədə nə yazırdılar? Yazırdılar sultan, Osmanlı sultanı Xotkardır. Deməli, Bağdad əhvalatı hansı əhvalatdırsa, Bağdad əhvalatından sonra, Həsən, eşitsən? Bağdad əhvalatından sonra Xotkar, Osmanlı sultanı bir dənə namə yazdı. Namə yəni məktub. Bir dənə namə yazdı, məktub yazdı ki, bütün paşalara, bütün adlı sanlı paşalara, yəni paşalar elə bilin ki, indiki icra hakimiyyətidir. Hər rayonun bir paşası var. Paşalara, sonra pəhləvanlara, həmin vaxt olan pəhləvanlara, yəni tanınmış adlı sanlı pəhləvanlara hamısına bir namə yazdı və öz məclisinə dəvət elədi. Böyük bir məclis qurdu. Böyük bir məclis qurdu və hamı yerbəyer öz yerində oturub. Xotkar gördü ki, hamı öz yerində oturub, paşalardır, pəhləvanlardır, adlı sanlı qoşun başçılardır, hamısı yerbəyer oturub, qayıtdı görək nə dedi. Dedi ki, artıq Koroğlunun səsini kəsmək olmur. Xotkar paşalara deyir, adlı sanlı pəhləvanlara deyir. Görün, burada bir maraqlı bir cümlə də var, həmin o cümləni deyim, orada söz də var, həmin o sözdə deyim, diqqətlə baxın. Qayıdır, bu Xotkar deyir ki, bütün paşalara, o pəhləvanlara, biz deyir, bundan sonra bu dünyada zindəcanlıq eləmək bizə haram olacaq. Zindəcanlıq nə deməkdir? Bunu 10-cu sinifin dərsliğində də görərsiniz. Zindəcanlıq o deməkdir ki, yəni bizim dolanışacağımız, bizim yaşayışımız bizə haram olacaq. Xotkar deyir, Osmanlı sultanı deyir ki, Koroğlunun deyir, artıq səsi sədası ucalıb, səsi kəsmək olmur deyir. Bundan sonra bu dünyada bizə deyir, zindəcanlıq haram olacaq. Yəni yaşayışımız bizə haram olacaq. Nə qədər bir dələduz adam varsa, hamısı gedir, qoşulur Koroğlunun dəstəsinə. Birazdan Koroğlu şəhərlərimizi tutacaq. Koroğlu kəndlərimizi tutacaq. Ondan sonra deyir, gərək biz Koroğlunun naibindən, nökərindən, naib yəni köməkçi. Ya Koroğluya köməkçi olar, ya nökər olar, ya da deyir, düşək dağlara, daşlara qaçaqçılıq eləyək. Bizim başqa variantımız yoxdur. Mən sizi bura yığmışam ki, Xotkar deyir, tədbir tökəsiniz. Görək Koroğlu necə yox eləyə bilərik. Tədbirə görə. Deməli, Xotkar namə yazmaq məqsədi nə idi? Namə yazmaq məqsədi o idi ki, Koroğlu neynəsin? Aradan götürsün. Yəni, namə yazmağın məqsədi bu idi. Məclisin məqsədi bu idi. Məclisdə olan paşalar hərəsi bir şey dedi. Paşalar hərəsi bir şeydir. Paşalardan biri dedi ki, gəlin Koroğlunu Allada qonaq çağıraq. Koroğlunu Allada qonaq çağıraq. Və Koroğlunu Allada qonaq çağıraq, dar ağacından asıraq. Bir başqa paşa qayıtdı ki, gəlin deyir Koroğlunu, adamlarından birin qızıl verək, pul verək, adamlarından birini tutaq. Koroğlunun adamlarından birini tutaq. Və Koroğlunu həmin adama öldürtdürək, yəni öz adamına öldürtdürək. Paşalardan bir başqası, yəni adamlardan, məclisdəki adamlardan biri qayıtdı ki, sən qorxaqsan. Bir də ki, sən düz demirsən. Bütün paşalar başlardan bir ilişkilik salmağa, hərəsi bir şey dedi. Və bu paşaların içərisində Toqatlı Hasan Paşa var. Əsərimizin qəhrəmanlarından, mənfi qəhrəmanlardan biri idi. Kim idi? Toqatlı Hasan Paşa. Görürsünüz, Hasan dedim. Deməli, bu paşaların içində bir nəfərdə paşa var idi. Adı Toqatlı Hasan Paşa. Yəni, Toqat, burada belə deyək, bölgənin, rayonun adıdır. Paşası idi. Toqatlı Hasan Paşa kimdir? Toqatlı Hasan Paşa
sən demə Koroğlunun atasının adı nədir? Koroğlu. Bunun atasına görə bunun Korun oğlu deyiblər də. Şu atası Koroğlunun atasının Alı kişinin gözlərini çıxartdırmağı məsləhət görmüşdü. Kim? Hasan Paşa. Deməli bu Hasan Paşa kim olub? Hasan Paşanı bizə belə təqdim edirlər. Hasan Paşa Koroğlunun atası Alı kişinin gözlərini çıxartdırmağı məsləhət görmüşdü. Amma Koroğlunun atasının gözlərini çıxartdıran isə Həsən xandır. Kimdir? Həsən xan. Ona görə elə deyirəm. Hasan Paşa məsləhət görəndi, Həsən xan isə Koroğlunun atasının gözlərini çıxartdıran idi. Və həmin bu Hasan Paşa özü qoşun böyüyü idi, amma bacarıqlı. Bacarıqlı niyə deyirəm? Çünki kitabda da bizə yazıblar ki, Hasan Paşa bacarıqlı qoşun böyüyü idi. Amma bacarıqlı nəyin içərisində idi? Dırnaq. Yəni bu kinayədir. Bunu yadda salın. Sonra Hasan Paşa özü belə deyək, dava eləməyin, yəni müharibə eləməyin min bir fəndini bilirdi. Amma nə şəkildə? Dırnaq içində, kinayəli. İndi qabaqda öyrənərsiniz ki, doğrudan da bu dava eləməyin min bir fəndini bilib, yoxsa yox. Qarşıda bu cümlələrə fikir verin. Bu Hasan Paşa baxdı ki, paşalar Koroğlunun üstünə hücum eləməkdən qorxur. Çünki yadınıza salın, paşalardan biri dedi ki, Koroğlunu alladaq, qonaq çağıraq, öldürər. Biri dedi ki, adamlarından birini tutaq, bunu öldürtdürər. Biri dedi ki, sən qorxaqsan, biri dedi ki, sən başa düşmürsən. Amma Koroğluya müharibə elan edən olmadı. Heç kəs müharibə elan edən olmadı, heç bir kəs. Və həmin dediyimiz məqamda, danışdığımız məqamda, bu Xotkar da, belə deyəm, namə yazıb, mənsə dəvət edən Xotkar da gördü ki, hələ bir şey deyir. Yəni, hələsi bir şey deyir da burada. Yəni, Koroğlunun üzərində hücumdan heç kəs söhbət eləmir. Qayıdır, deyir ki, Xotkar kimə deyir? Hasan Paşa. Deyir, Hasan Paşa, söz sənindir, buna görə sən nə deyərsən? Hasan Paşa deyir ki, Xotkar sağ olsun. Xotkarın əmri Allahın əmridir. Mən görürəm ki, burada heç kəs Koroğlunun üzərinə hücum eləmək istəmir. Hamı ilanı Seyid Əhməd əli ilə tutmaq istəyir. Bu, uşaqlar, bizdə belə deyək də, frazadır. İlanı Seyid Əhməd əli ilə tutmaq o deməkdir ki, hər kəs istəyir ki, kiməsə işi özü gördürsün, amma özü qabağa çıxsın. İlanı Seyid Əhməd əli ilə tutmaq istəyirlər. Amma Koroğluya hücum eləmək istəyən yoxdur. Və burada yenidən Hasan Paşa deyir ki, görürəm ki, müharibə elan edən yoxdur. Mən eşitmişəm ki, Koroğlunun adamları məclislərdə olurlar. Harada olurlar? Koroğlunun adamları məclislərdə olurlar. Gəlib bizlərə qulaq asırlar. Ola bilər ki, bu məclisdə də olsun. Ona görə mən sözümü təklikdə deyəcəm. Paşalar, burada başqa paşalar da var idi axı. Paşalar ürəklərində, rəncidə olsalar da, nə olsa da rəncidə. Kitabda uşaqlar oxuyanda rəncidə sözünü işarə eləyərsiniz. Rəncidə nə deməkdir? Rəncidə inci deməkdir. Küskün deməkdir. Paşalar ürəklərində, küssələrdə, amma Xotkarın qorxusundan heç nə demədilər ki, Xotkar onları öldürər. Xotkar bütün məclisi dağıtdı. Bütün məclisi dağıtdı. Dedi ki, hamı getsin. Hamı gedəndən sonra qaldılar 2 nəfər. Xotkardan Hasan Paşa, Toqatlı Hasan Paşa. Bunlar ikisi qaldı. Bunlar ikisi qalıb və başlayırlar bunlar söhbət eləməyə. Hasan Paşa deyir ki, bura, gəl deyir, 3 yerdən Koroğlunun üzərinə hücum eləyək. 3 yerdən. Neçə yerdə dedi? 3 yerdən Koroğlunun üzərinə hücum eləyək. Koroğlunun üzərinə hücum eləyək, 3 yerdən Koroğlunun üzərinə hücum eləyək, bir dəfəlik hamısını qıraq. Yoxsa tək-tək o alınmayacaq. Həmin Xotkar, Osmanlı Sultanı görür ki, bu ağıllı fikirdir. Neçə yerdən hücuma keçəcək? 3 yerdən. Görür ki, bu ağıllı fikirdir, yaxşı fikirdir. Deyir ki, sənə 40 gün möhlət verirəm. Ya Koroğlunu tutacaqsan, hüzuruma gətirəcəksən, yəni öbəyəq də öldürəcəksən, o yoxsa deyir, onda əgər gətirməsən deyir, gətirsən, səni özümə sədr əzəm eləyəcəm. Sədr əzəm bilirsə Osmanlılarda baş vəzir.
Gətirsən deyir, 40 gün möhlət verirəm. Hasan Paşa deyir. Gətirsən, səni özümə sədrəzəm eləyəcəm. Yəni vəzir eləyəcəm, baş vəzir. Amma gətirməsən, onda nöqtə. Tez Hasan Paşa ayağa qalxır ki, yox deyir, qurban olaram deyir sənə. Mən özüm deyir, qolu bağlı Koroğlu sənin hüzuruna gətirəcəm. Gətirməsəm deyir, mən özümü həlak eləyərəm. Yəni o ardın demə də sən, ardın nə deyərsənsə onu demə. Yəni belə. Və bu mürəxxəs olub getmək istəyəndə, mürəxxəs uşaqlar kitabda da cümlədir, yəni azad olunmuş, izinli getmək istəyəndə, izinli o demək ki, xotkardır. Baş əyir, təzim eləyər, çıxır getmək istəyər. Hasan Paşa. Hasan Paşa getmək istəyəndə, mürəxxəs olub getmək istəyəndə, burada xotkar qayıdır deyir ki, buna təzədən. Sən deyir, ən yaxşısı, bir dəfər göndər, bizə karvan düzəltsin. Koroğlu deyir, İstanbula bir dənə karvanı buraxmır. Yəni, mal gətirə bilmirik də karvana. Karvanı soyur Koroğlu. Sonra deyir, şəhərdə deyəcəklər ki, xotkar Koroğlunun əlində, yəni belə deyək də, avara qalıb. Bacarmır ona. Elə ki, deyir, biraz mal gətir. Mal gətir, yəni o demək ki, yemək, içmək, hər bir şeydə İstanbul böyük bir şəhər idi o vaxtda. Bu məqamda bu baş əyir, deyir ki, o da mənim gözüm üstə deyir, İstanbuldan ayrılır. Kim? Hasan Paşa. Hasan Paşa oradan çıxır və gəlir özü Toqata. Həmin məqamda da xotkar bir dənə namə yazır. Bunu deyim, yadda saxlayaq, o demən yadımdan çıxdı. Xotkardan bir xahişi da var, şərti də var, belə deyək, xahişi də var. Hasan Paşanın xotkardan bir xahişi də var. Xahişi nədir? Deyir ki, nə qədər paşalar varsa, yəni özümdən başqa nə qədər paşalar varsa, nə qədər qoşun böyüyü varsa, onların ixtiyarı mənə ver hamısını. Xotkar da bir dənə namə yazır. Namədə deyir ki, bundan sonra sizin üzərinizdə küllü ixtiyar sahibi, küllü sözün yadda saxlayın, küllü yəni bütün. Bütün ixtiyar sahibi kimdədir? Toqatlı Hasan Paşadadır. Paşalar bayaqlar dedimdə, elə bilin ki, bir rayonun başçısı. Bundan sonra hamı kimə tabi edir? Hasan Paşa, Toqatlı Hasan Paşa tabi edir. Və Hasan Paşa da özü gəlir Toqata. Toqata gələn kimi bir dənə böyük bir məclis qurur. Məclis qurmalar artıq ikinci məclis qurmalar oldu. Birinci Xotkar məclis qurmuşdu. İkincisi Toqatda Hasan Paşa məclis qurur. Məclis qurur və ancaq öz tanıdığı adamları yığır məclisə. Mən baxdığım şəkildə bu şəkildə baxır məclisə. Görür ki, hamısı öz tanıdığı adamlardır. Görür ki, hamısı öz tanıdığı adamlardır. Və başlayır sözü deməyə. Açır Xotkarın naməsini, möhürlü naməsini oxuyur. Orada olan hadisələri danışır və deyir ki, bizim yolumuz odur ki, Koroğlunun üzərində 3 yerdən hücuma keçirik. Və belə bir sual verir. Kim qoşun 3 dənə, 3 yerdən hücuma keçəcək qoşun böyüyü olmaq kim istəyir? Bu şəkildə uşaqlar, elə bilin ki, həmin o məclisə su səpələdilər. Heç kəs dinib danışmadı. Kim gedər qoşum, Koroğlunun üzərində kim gedər, hamı qorxur. Hasan Paşa neynəsin, çarnaçar qalır, əlatsız qalır, baxır ki, heç kəs getmək istəmir. Təzədən qayıdır deyir. Deyir, 3 qoşun böyüklərdən biri mən olacam. Mərkəzdə biri mən olacam. 3 qoşun böyüyündən mərkəzdə gedən biri mən olacam. Sağdan və soldan kim Koroğlunun üzərində gedəcəksə, mən onlara hər tərəfli kömək eləyəcəm. Və təzədən deyir, o 2 qoşun böyüyündən biri kim olmaq istəyir, qoşun böyüyü kim olmaq istəyir? Yenə heç kəs danışmır. Hasan Paşa başa düşür ki, burada nəsə təklif eləməlidir, yoxsa heç kəs öz könül xoşluğu ilə getməz. Təklifinə baxın. 2 dənə badə gətirir, yəni qab. 2 badə gətirir. Badənin içərisinə 2 dənə ləl. İndi orada yəqin içki olur, içkinin içərisinə ləl, yəni qızıl, 2 dənə ləl atır. Və qayıdır deyir ki, indi təzədən, kim bu badəni içər, bu ləli qoyar cibinə və mən ona Toqatın paşalığını verəcəm. Niyə Toqatın paşalığını verir? Özü paşaydı axı. Buna Xotkar nə demişdi? Səni nə edəcəm? Səni sədrəzəm eləyəcəm. Hasan Paşa baxı, Hasan Paşa fikirləşir ki, Koroğlunu məğlub eləsələr, tutsalar, öldürsələr,
Hasan Paşa hara gedəcək? Xotkarın yanına Sədrəzəm gedəcək. Ona görə Qadir deyir ki, kim deyir bu badədən birini içəcək, badəni içəcək. Badədəki ləli cibinə qoyacaq, yəni götürəcək. Mən ona Toqatın paşalığını verirəm. Bu oldu 3. Və nəhayət olacaq, yəni şərt kimi deyək. 4-cüsü də deyir, qızlarımdan ən böyüyün, Dünya xanımı, yəni qızlarımdan böyüyün ona verəcəm. Aha, görün nə qədər təklif oldu. İndi badəni içmək ham içərdi, elə bir şərtidir deyək. Badəni içmək, ləli götürmək, yəni qızını götürmək. Sonra Toqatın paşalığı, bir də qızlarımdan birini ona verəcəm. 2 qızı var bunun, burada deyiləcək. Qızlarımdan birini ona verəcəm. Bu vaxtı burada məclisdə bir nəfər qalxır ayağa. Bu kim ola, kim olmaya? Ərzincanlı Bolu bəy. Kim idi? Ərzincanlı Bolu bəy. Ərzincanlı Bolu bəydir. Ərzincanlı Bolu bəy çoxdan idi ki, Hasan Paşanın qızına, Dünya xanıma aşıq idi. Amma bir məsələ var idi ki, həmin bu Dünya xanım deyirdi ki, iti görüm, qurdu görüm, bizi belə deyir, bu gədəni görməyim, yəni bunu görməyim. Yəni iti görüm, qurdu görüm, bunu görmək istəmirəm. Bu Bolu bəy görmək istəmirəm. Və həmin məqam, bax, burada xırda məsələlər çoxdur ha. Bax Həsən, həmin bu qız bunu deyəndə də Bolu bəy ürəkləyib istəmirdi ki, elçi getsin. Hasan Paşaya elçi getsin. Çünki bilirdi ki, Hasan Paşa qızlarını çox istəyir. Amma görək doğrudan da çox istəyir, yoxsa dırnaqarası çox istəyir. Bunu qarşıdakı uşaqlar belə deyək də, qarşıdakı bir boyda da öyrənəcəksiniz ki, doğrudan görək qızın çox istəyir, yoxsa yox. Elə bu boyun özündə də, bu qolun özündə də biləcəksiniz ki, doğrudan da Hasan Paşa qızlarını çox istəyir, yoxsa yox. Baxın. Deyir ki, burada deyir ki, Hasan Paşa qızlarını çox istəyirdi. Qızlarının bir dediyini 2 eləməzdi. Görək, doğrudan eləyir, yoxsa eləmir. Baxar uşaqlar. Bu, yəni dırnaqarası kinayəli şəkildədir, üstü örtülüdür. Və bu artıq məqam idi, Bolu bəy üçün məqam idi və Hasan Paşa da deyir ki, elə bilirdim ki, sən irəli gələrsən. Bolu bəy irəli gəlir, deyir ki, Xotkarın və Hasan Paşanın verdiyi əmr nədirsə, o bizim üçün qanundur. Bilirəm ki, burada vədə xilaf olmaz, amma mənim bir dənə şərtim var. Bolu bəy Hasan Paşa deyir. Əslində, həmin bu Bolu bəy, kitabımızda yazıb, çox igid adam idi. Görək doğrudan da igid idi, yoxsa yox. Yenə uşaqlar burada dırnaqarası igid idi. Sadəcə siz oxuyanda orada igid sözün görərsiniz. Görün doğrudan da igiddir, yoxsa yox. Qarşıda bu haqda da öyrənəcəksiniz. Bolu bəy Ərzincanda qoşun böyüyü idi. Qoşun başçısı olub. Və deyir ki, mənim bir dənə şərtim var. Deyir, şərtin nədir Hasan Paşa? Deyir, şərtim ondan ibarətdir ki, mənə Toqatın bir dənə pəhləvanı var, Gəcər alır. Bu qolda adı çəkiləcək. Növbəti qolların birində işləyəcəksiniz Gəcər alını. Gəcər alır, bir də Mehdər Murtuz var, Murtuz. Mehdər Murtuz da 7 il Koroğluya mehdərlik eləmişdi, yəni Koroğlunu tanıyırdı. Ona görə Bolu bəyə bax, şeytana papaq dikər, orada da bir dəlik deşik qoyardı. Bax, yəni belə bir adam olub ha, Bolu bəy. Özü qoşun böyük idi, amma dırnaqarası igid idi və mərdlik, namərdlik məsələsində qarşıda toxunulacaq. Həmin bu Bolu bəy deyir ki, mənə Gəcər alını verin, azman, güclü pəhləvanı idib Gəcər alı, onu heç kəs məğlub eləməmişdi. Bir də Mehdər Murtuzda ki, 7 il Koroğluya, belə deyək də, mehdərlik eləmişdi. Onları istəyir. Bu da deyir ki, gözüm üstə, onlar da ixtiyarı səndədir. Və bundan sonra bir tərəfdə artıq mərkəzdən hücum eləyəcəkdi Hasan Paşa, digər tərəfdən hücum eləyəcəkdi Bolu bəy, qaldı 3-cü tərəfdən. Və növbəti 2-ci badəni qaldırır ki, kim 3-cü qoşunun böyüyü ola bilər? Elə bu vaxtı bir qasid gəlir, əlində də namə. Namə nədir? Məktub. Əlində də məktubla gəlir və əlindəki məktubu gətirir Hasan Paşa. Hasan Paşa açıb görür ki, yazan kim idi? Ərəb Reyhandır. Ərəb Reyhan yazmışdı ki, adı elə uşaqlar. Ərəb Reyhan yazmışdı ki,
eşitmişəm ki, Hasan Paşa, Koroğlunun üzərinə hücuma keçirsən, mən də ola hücuma keçməyə hazıram. Koroğlu mənim düşmənimdir. Hasan Paşa sevinir ki, 3-cü qoşun böyüyü də öz ayağı ilə gəldi. Artıq öz ayağı ilə gəldi bura. Bu da sevinir. Və buna deyir ki, vəzirinə deyir ki, apar bu qasidi yedizdir, itizdir, cibinə də pul bas, naməni də cavab kimi yaz, deyilən ki, tez gəlsin. Ərəb Reyhan tez gəlsin, Koroğlunun üzrə hücuma keçirir. Və bu da sevinir. Və cəmaat orada paşalar belə deyək, kimlərsə, qoşun böyləri, aldı saldı insanlar. Bu Hasan Paşadan soruşur ki, kim idi naməni yazan? Biz bilmədik axı. Deyir, Ərəb Reyhanlandı. Başlayır keyfməlisi, yemək, içmək, başlayır hamın keyfi kök olub ki, hara hücum olunacaq? Koroğlunun üzərində hücuma keçəcək. Hamı sevinir. Elə bu məclis məqamında Mehdər Murtuz. Mehdər Murtuz kim idi? 7 il Koroğluya Mehdəri yeləyən adam, yəni atlarına baxan adam olub 7 il müddətinə. Və 7 il müddətində Koroğlu tanıyıb təbii ki, o ayağa qalxır deyir ki, Koroğlunun üzərinə hücum eləməyiniz yaxşıdır, amma deyil, Koroğlunun gücünün yarısı Qıratdadır. Siz əgər Qıratı gətirə bilsəniz, Koroğlunu məğlub eləmək nə var ki? Koroğlunun gücü Qıratdadır. Gücünün yarısı belə deyək. O Hasan Paşanın ağlına baxdır. Deyir, heç bizim ağlımıza gəlməyib ki, belə deyək də, öz sözümüzlə. Deyir, nə yaxşı tədbirdir. Deyir, əgər sən bunun deyir, demisənsə, deməli, bunun dəvası, dərmanında bilməlisən. Yəni, çarəsi nədir? Mehdər Murtuz deyir ki, çarəsi budur ki, ya bir nəfər başından keçər, ya gedib atı gətirər, ya da ki, ölə orada. Başqa çarə yoxdur. Koroğluya pul təşrif eləsə, yəni pulla almaq olmaz. Qızılla almaq olmaz onu. Nə pulla, nə qızılla ala bilməliyik onu biz. O atı satmaz axı. Koroğlunun gücün yarısı onda kimi deyər ki, o atı satsın. Və Hasan Paşa baxır məclisə ki, bu məclisdə kim gedmək istəyər? İndi kimin gücü satar gedib Koroğludan atı alsın? Və bu vaxtı başmaq soyunulan yerdə, yəni geyinilən yerdə, başmaq harada çıxarılır? Ən girəcəkdə. Girəcəkdə, o məclisin girəcəyində bir nəfər var idi. Kitab cümləsini deyəcəm, paltarın yerdə orada yazır. Cındırından cin ürkən, yəni paltarından cin ürkən. Cin belə ürkür də, kitab cümləsidir belədir. Cındırından cin ürkən Keçəl Həmzə var idi. Keçəl Həmzə var idi orada. Keçəl Həmzə kim idi? Keçəl Həmzə urvatı olmayan, urvat sözün kitabında oxuyansız, hörməti olmayan bir adam idi. Məscidə qoymazdılar, gedib başmaq oğurlayırdı, başmaq ayaqqabı. Tövləyə qoymazdılar, quşqun oğurlayardı. Quşqun nədir? Quşqun kəmər. Atın elə bil ki, yəhərini saxlayan kəmərdir, belə deyək. Yəni, oğru bir gədə idi də, belə deyək. Oğru bir insan idi, bir Keçəl Həmzə. Urvatı olmayan, hörməti olmayan, urvat hörmətdir. Nüfuzu olmayan bir şəxs idi. Qalxır ayağa ki, gəlir, mən gedə bilərəm. Gəlir irəli, deyir, mən gedə bilərəm. Hasan Paşa buna maraqlı cavablar verir. Görün nə deyir, suallar verir. Deyir ki, sən əgər gedib Koroğlunun qıratını gətirsən, sənə bəylik verərəm. Birinci nə deyir? Yox. Birinci qulaq. Birinci deyir ki, səni dünya malından qane edərəm. Nə istəsən verərəm də, yəni dünya malı. Birinci bunu deyir. Sənə dünya malından qane edərəm. Nə istəsən dünya malı verərəm. Keçəl Həmzə deyir ki, paşam sağ olsun, mənə tək dünya malı lazım deyil. İkinci deyir ki, sənə bəylik verərəm. Bəylik rütbə yəni. Sənə bəylik verərəm. İndi keçəl, hörməti olmayan keçəlsən, belə deyək, öz dilimizdə. Sənə bəylik verərəm. Keçəl Həmzə deyir, paşam sağ olsun, mənə tək bəylik lazım deyil. Üçüncü, Hasan Paşa deyir ki, sənə, Hasan Paşa deyir ki, üçüncü, səni oğurluğa götürərəm. Yenə Keçəl Həmzə deyir ki, mənə bu təklikdə lazım deyil. Və deyir, nə istəyirsən? Baxın, Keçəl Həmzəyə baxın, ağlına baxın Keçəl Həmzənin. Deyir ki, birincisi, sən bunların üçün mənə bir yerdə verməzsən. Dünya malı, bəylik, oğurluq, üçün bir yerdə verməzsən.
İndi mən səndən elə şey istəyəcəm ki, sənin üçün ucuz, mənim üçün hamısından baha olsun. Qadir deyir ki, sən nəyən istəyəcəksən məndən ki, mənim üçün ucuz, sənin üçün bahalı olsun. Keçəl əmzə deyir ki, bax deyir, sən Bolu bəyə, ağıllı deyir, yəni Keçəl əmzənin ağılına baxın. Sən deyir, bic adamı idi, yəni belə deyək də, bizim öz dilimizdən, ağıllı və bic adamı idi. Sən deyir, Bolu bəyə, Hasan Paşa deyir, qızını ver, badəni içdi, sonra ləl verdin. Sonra Toqatın paşalığın vəd elədi, bir də qızlarından böyüyün ona verdi. Halbuki deyir, o qoşun, 3 qoşun böyüyündən biri o olacaq. Amma mənə Koroğlunun gücünü yarısını gətirməyi təklif edirsiniz. Mən də deyir, sənin kiçik qızını istəyirəm. Hasan Paşa deyir ki, bu necə ola bilər ki, sən bəylidir, var dövlətdir, yəni bunlar hamısı bir qızdan, bir qız bunlardan hamısı nətər üstün olsun? Dünya malı deyirsən, bəylidir, oğulludur. Keçəl əmzə deyir ki, Keçəl ağıllı olar. Mən deyir, birincisi sən üçün də mənə bunları verməzsən. Amma deyir, məni özümə eləsin kürəkən, onda deyir, bəylik də gələcək, oğulluq da gələcək, var dövlətdir, üçü də bunlar gələcək. Hamı əhsən deyir, alqışlayırlar ki, Keçəl əmzə ağıllıdır. Ağıllı məsləhət görür. İndi bura baxın. Həmin bu Hasan Paşa başlıqda, yəni biraz əvvəl deyək də, demişdi ki, qızların çox istəyir, istəmir. Deyir, çox istəyir. Düzdür, burada könlü yox idi. Hasan Paşanın ki, urvatı olmayan, hörmətsiz gədə idi bu. Gəda idi bu. Hörməti olmayan, oğru bir o insan idi. Qızın vermək istəmir, amma bura baxın. Deyirdi ki, Koroğlu məğlub edəcək, gücün yarısını gətirəcək. Ona görə razı olur. Keçəl əmzə deyir, yox, sən bir dənə namə yazırsan, kağız yazırsan, möhürlü də qoyursan ora, cəmaatın gözünün qarşısında. Ki, yəni sonradan Paşa başqa variant gələ bilər axı. Paşa yəni başqa bir variant da gələ bilər. Ona görə bu namə yazır, məcbur olur, bir dənə kağız yazır, peçatını da vurur üstünə, peçat deyən, yəni möhürünü da vurur üstünə, möhürləyir onda. Və Keçəl əmzə alır, qoyur cibinə. Deyir, mənə vədə ver, vaxt tamam olanda gələcəm. Gəlməsəm, bu başım qurban olsun, bu Keçəl başım qurban olsun. Deyir, düzəlir, hara? Çənlibelə tərəf. Bu getməkdə olsun, sizə kimdən deyim? Sizə kimdən deyəcəm? Hasan Paşadan. Hasan Paşa Bəyazitli tacirbaşı Əhmədə sifariş göndərir. Qasid göndərir ki, tez ol, bura gəl. Başını Bəyazitdə islat, burada qırxdır. Başını orada islat, burada qırxdır. Sözü frazeoloji birləşmədir, yəni tez bura gəl, buna deyir. Və həm sizə kimdən deyim? Keçəl əmzədən. Keçəl əmzə belə deyək, geyinir, keçirir, o quru çörəyin qoyur heybəsinə, üst tutur Çənlibelə tərəf. Bu Çənlibelə gəlməkdə olsun, sizə kimdən deyəcəm? Koroğludan. Koroğlunun adəti idi ki, belə deyək, qayalarda tez-tez gəzmək, yəni Çənlibel ətrafında olan qayada gəzmək. Gəzdiyi Ağqaya idi. Ağqayada gəzirdi, karvan yollarına baxırdı. Bir də görür ki, bir nəfər gəlir. Gözləyir, həmin nəfər gəlir, çatır, gələn Keçəl əmzə idi, təbii ki. Keçəl əmzə gəlir, çatır, Çardağlı Çənlibelə. Hara gəlib çatır? Çardağlı Çənlibelə, kitabda oxuyanda işarəliyəsiz yadda saxlayın. Gəlib çatır, Çardağlı Çənlibelə. Çatdı bu Çardağlı Çənlibelə. Çənlibelə çatdı, gördü ki, Keçəl əmzə gördü ki, qarşısında bir nəfər durur, yəni boylu, buxunlu biridir. Koroğlu qayıdıb, buna deyir ki, kimsən? Hara gedib, hardan gəlirsən? Keçəl əmzə bir baxdı ki, bunun boyu və üstündə olan qılıncı, nəsə şübhələndi və dedi ki, bu Koroğludur. Yəni, baxın ona. Koroğludur, ona görə hilə baş atdı. Dedi ki, mən Koroğlunu axtarıram. Bir də Koroğlunu neyinirsən? Başladı hilə niqabının üzünə çəkməyə. Obrazlı desə, Keçəl əmzə. Deyir ki, Keçəl əmzə, mən bu vaxta qədər bəylərə, paşalara mehtərlik eləmişəm. Amma bilirsiniz ki, mehtər deyildi bu. Mehtər deyildi, bu oğru idi. Mehtər deyildi. Özü bilərindən deyir, ata görə, qırata görə. Mən deyir, paşalara, bəylərə mehtərlik eləmişəm.
Amma deyir, mənim başım keçəl olduğuna görə deyir, hər dəfə məni qovublar. Məclislərdən, olduğum yerdən, kimləsə mehdərlik eləmişəm, məni qovublar. Anam məni, o kitab cümləsidir, anam məni doğduğu vaxtda deyir, bir qara daş doğaydı. Kitab cümləsi belədir. Mən deyir, bu dünyada ya deyir, Koroğlunu axtarıram, ya mənə çörək versin, qırından, qırtığından deyim, ya da mənim başımı üstün deyir, bu dünyanı tərk edir, bu dünya azabını görmür. Koroğlu deyir ki, Koroğlu kövrəlir, Koroğlu baxır ki, bu həmin bu dediyimiz Keçəl Həmzə az qala ağlayacaqdır, başlayır ağlamağa, hətta ağlayır da. Baxın, hiləgər adamdır, Keçəl Həmzə hiləgər adamdır. Və Koroğlu deyir ki, axtardığın Koroğlu mənəm elə. Gəl gedək, bu başlayır, o dəqiqə düşür bunun ayaqlarına, Koroğlunun ayaqlarına. Yalvarmağa başlayır ki, Koroğlu, mən qapından qovma, Koroğlu buna yaxşı tutarlı cavab verir. Deyir ki, kişi çörəyə görə deyir, ayağa düşüb yalvarmaz. Bunu qaldırır, götürür, gəlir Çənlibelə. Çənlibelə gətirən kimi, burada olan xanımlar, igidlər, dəlilər deyək də, orada kitab cümləsi dəlilər, o deyirlər, bu kimdir gələn? Bunun gözləri Üçtəbə Sağsağanın gözü kimi, cahil-cahil qaynayır. Bu nə qədədir gətirmişsən? Bu kimdir gətirmişsən? Deməli, ilk dəfə xanımlar, dəlilər etiraz edir ki, bu kimdir gətirmişsən? Rədd elə geçsin bunu. Koroğlu deyir ki, yazıq adamdır. Bizim qırdan qırtıqdan nə düşsə onu yiyəcək də, yazıq bir şəxsdir. Yazıq bir adamdır bu. Yəni, qırdan qırtıqdan nəsə düşsə onu yiyəcək. Dəyməyir. Bu birinci etiraz. Xanımlar, dəlilər birinci dəfə etiraz elədilər. Bu etirazdan sonra Keçəl Həmzə başlayır özünü doğrultmağa. Məsələn, Keçəl Həmzəyə nəsə tapşırırdılarsa burada, Keçəl Həmzə nə deyirlər, süpürürdü, qaç nəsə gətirdi. Kim nə desə, Keçəl Həmzə onu yerdə yetirirdi. Və qısa bir müddət ərzinə, bir neçə günə bütün xanımların, dəlilərin sevimlisi oldu belə deyək. Gözünə girdi də belə deyək. Hamın gözünə girdi ki, nə yaxşı bu adam imiş, oğlan imiş. Və Koroğlu bunun Keçəl Həmzə adını dəyişib qoydu Kaloğlan. Adını qoydu Kaloğlan. Dedi da Keçəl Həmzənin adını yığışdı. Və həyətdə həmin vaxtı, yəni bunların Çənlibeldə bir dənə yabı var idi. Yabı, yəni sümükləri işləməkdən, işləyən at. Sümükləri görünən bir at, bəcərləşmiş bir at deyək. Sümükləri çıxmış yabı bir at var idi. Koroğlu deyir ki, sən vaxtı ilə Mehdər, özü Mehdər kimi təqdim eləmişlər. Sən həmin ata baxarsan. Keçəl Həmzə də güc adamı idi, hiləcər adamdır. Başlayır bu ata baxmağa. Bu ata da arpa verdin, ot verdin, kökələcək. Başlayır bütün atların qarşısına yeməyi zad götürür, arpanı, otu götürür, gətirir verir bu ata. Bir neçə günə at dərsinə sığmır. Koroğlu atı görür, deyir, bu nə atdır? Keçəl Həmzə deyir ki, həminki atdır da, yəni bir neçə günkü atdır. Mənə tapşırdığın atdır. Həmin vaxtı Dürat, Qırat yox ha. Keçəl Həmzə hansı atın ardıycan gəlmişdi? Qıratı. Dürat biraz sınıxmışdı. Dürat biraz sınıxmışdı. Və Koroğlu qayıdır deyir ki, sənə tapşırıram, yəni Düratı sənə tapşırıram. Biraz sınıxıb bu. İkinci dəfə xanımlar, dəlilər ikinci dəfə etiraz edir ki, ay ki, Koroğlu, sən tanımadığın adama etibar eləmə atı. Bu oldu ikinci dəfə etiraz. Koroğlu deyir ki, heç nə olmaz. Durata bir neçə gün yaxşı baxır. Amma bir neçə gündən sonra atın arpasını, yeməyin kəsir ki, at arıqlasın. Durat arıqlayır bir neçə gün müddətlə. Koroğlu atı görəndə deyir ki, yoxsa sən Keçəl Həmzəyə deyir, yoxsa sən baxmırsan bu ata. Birdən yəni baxmazsan bu ata. Keçəl Həmzə hiylə işlədə deyir ki, bu yox deyir, bu at deyir, işi üzü görmür. Yəni icazə ver, mən bunu gəzdirib. Sən demə, həm Qırat, həm Durat, hər ikisi ayağından buxova bağlı idi. Və həmin o buxovun da açarı yalnız Koroğludaydı. Və həmin bu Koroğlu açarı, Duratın açarı, buxovunun açarı ayağından bağlanır, buxovdur, dəmir buxovdur. Bu şəkildə. Həmin o buxovun açarın kimə verir?
Keçəl əmziyə. Burada yenə xanımlar, dəlilər etiraz edir. Artıq oldu 3-cü etiraz. Deyirlər, ay Koroğlu, tanımadığın adama vermə bu xovun açarı. Deyir, heç nə olmaz, narahat olmur. Artıq bir ay vaxta az qalırdı tamam olmanda. Gecələrin birində Keçəl əmzə fikir etdi ki, mən ömrümün sonunacan burada qalsam, Koroğlu mənə qıratı verməzsin. Qıratı mənə verməz. Ən yaxşısı ağla baxın. Çünki mənim ağlıma gəlməzdi. Amma Keçəl əmziyə baxın. Keçəl əmzə deyir ki, kim deyir Toqatda Duratla qıratı tanıyır? Kim tanıyır? Heç kəs tanımır. Mən elə qıratın yerinə Duratı apararam. Bu 5 günlük dünyada kef eləyərəm. Kimi alaram? Hasan Paşanın qızın alaram. Kef eləyərəm. Kim tanıyır? Ağla bax, insanlar. Və gecələrin birində Duratı yəhərləyir, götürülür. Səhər sübh tezləndən açılır. Sübh tezləndən olur. Burada Dəli Mehdər ayrıdır, Mehdər Murtçu ayrıdır, qarışdırmıyor. Dəli Mehdər Koroğlu Mehdər idi, baş Mehdər. Səhər tövləyə gedir, görür ki, at yoxdur, Keçəl əmzə yoxdur. Tez başıl oğlu qaçır, gəlir Koroğlunun yanına ki, Koroğlu, Keçəl əmzədə yoxdur, Durat da yoxdur. Koroğlu nə vəziyyətə düşər? Dəlilər başlayır bunu məzəmmət eləməyə. Məzəmmət sözün ana dilində keçmişik. Danlar, tənə. Danlayırlar ki, sənə demədik. Neçə dəfə etiraz eləmişlər? 3 dəfə. Sənə demədiyimi yəni belədir. Koroğlu da bilir ki, səhv bundadır da. Səhv bundadır. Ona görə çox danışıb dinə bilmir. Səhv bundaydı da, Koroğlu da idi. Və deyir ki, atı gedib gətirərəm mən. Qıratı yəhərləyin. Qıratı Dəli Mehdərə deyir ki, qıratı yəhərlər, tez qıratı yəhərləyirlər. Və minir ata üz qoyur, kimin dalıcan? Keçəl əmzənin ardıcan. Keçəl əmzə artıq neçə vaxt idi ki, atı dayanmadan sürürdü. Birdən geriyə baxır ki, Koroğlu necə gəlir? Yel kimi, yəni külək kimi. Yel kimi gəlir. Çatsa, neyniyəcək bir Allah bilir. Ona görə Keçəl əmzə gəlir, orada 40 dəyirman adlı bir dəyirmana çatır. Hara çatır? 40 dəyirman adlı bir dəyirmana çatır. Keçəl əmzə. Çatan kimi dəyirmançını çağırır. Dəyirmançı deyirlər, nə var? Deyirlər, o görürsən, gələn var ha. O gələn Koroğludur. Deyir, hə, dəyirmançı da deyirək, gəlsin də Koroğlu nə olacaq gələndə? Deyir, o Koroğlunun ilxısına, yəni at sürüsünə, atlara qotur xəstəliyi düşür. Həmin o xəstəliyin də yeganə çarəsi dəyirmançı beynidir. Belə baxır ki, dəyirmançı deyir ki, bu nə söhbətdir? Belə baxır ki, Koroğlu necə gəlir atla? Çatacaq bu dəqiqə. Yazıq deyir ki, məni bir şeylə, məni bir atın tərkinə zada mindir apar. Keçəl əmziyə deyir. Keçəl əmziyə deyir ki, məni göndərən Hasan Paşadır. Bu cümləni unutmayın. Məni göndərən kimdir? Hasan Paşadır. Bütün dəyirmançılara deyirəm ki, qaçın gizlənin. Dəyirmançı, əlağı basır dəyirmançı, deyirəm, mən neyinim, nətər eləyim, mənim bir bölük uşağım var. Ailəm, külfətim var. Neyiniyim mən? Keçəl əmzə deyir, narahat olma, mənim övladım yoxdur. Sən yazırsan, paltarını mənə ver. Paltarın keçirdi üstünə, un paltarında. O unza boşaldan adamlarda görmüşsünüz. Yəni, həm ön tərəf, həm də arxa tərəfdən boyundan keçirilən olur. Keçirdir bunu dəyirmançı paltarı. Cübbadan düşür unun içinə. Olur ağappaq. Keçəl əmzə. Və həmin o dəyirmançıya da deyir ki, sən get gizlən dəyirmanın donuzluğunda. Yəni orada ambar kimi balaca yerində. Ged orada gizlən, narahat olma. Koroğlu gəlir çatır, qışqır ki, dəyirmançı, çıx eşya. Sənin işin var. Dəyirmançı da Keçəl əmzədə. Keçəl əmzə deyir ki, buyur, çıxır. Bu da ağappaq undur. Deyir, qarşımca gələn bir atlı var, hara getdi? Keçəl əmzə deyir ki, ora, donuzluğa girib. Koroğlu əlində, Koroğlu düşür atdan atın yüyənini, yəni ipini, Koroğlu atın ipini, yüyənini verir Keçəl əmzəyə, yəni dəyirmançıya. Nə bilirsin ki, Keçəl əmzədə? Ağappaq ondan. Verir ona. Və qayda da belə bir qayda var idi. Koroğlu kimə öz atının yüyənini vermişdisə, həmin şəxs ata minə bilərdi. Bu da Keçəl əmzəyə verir. Və özü gedir dəyirmanın donuzluğuna. Orada qapını açır,
Deyir ki, Keçəl Həmzə çıx bayıra, çıx eşiyə, sənin işin var. Orada dəyirmançıda, yəni əsl dəyirmançı qayıdır, deyir ki, mənim sənin ilxına olacaq beynim yoxdur. Yəni, qotur xəstəliyin, sağaldacaq, beynim yoxdur. Deyir, nə qotur, nə xəstəlik, çıx eşiyə deyir, yazıq qısılır orada. Ayağınla yapışır, çıxardır onu Koroğlu. Baxır ki, bu Keçəl Həmzə diyor ki, dəyirmançıdır. Bilir ki, ikinci dəfə bunu ağlatdı. Tez qaçır eşiyə, istəyir ki, qılınca əl atsın, görür ki, Keçəl Həmzə atın üstündədir. Bilir ki, qırata bircə dənə ayaqla toxundun, qırat uçacaq, quş kimi uçacaq. Yəni, buna gücü çatmayacaq. Və burada iki məsələndir. Birincisi, Koroğlu atın yüyənini kimə verirdisə, həmin adam ata minə bilərdi qırata. Bir də ki, vaxtı ilə dür atı bəsləyəndə, yəni ona arpa, ot verəndə, buna da, yəni qırata da vermişdi. Öyrəşdirmişdi, hələ öyrəşdirmişdi heyvanı. Ona görə başlayır Koroğlu burada artıq bilir ki, iş işdən keçir. Görür ki, Keçəl Həmzə atın yüyənini o qədər sıxıb ki, qorxudan. Atın ağzında olan dəmir dəhnələr. Atın ağzında, yəni dodaq hissəsini cıracaq bu dəqiqə. Atı onunla saxlayırlar. Atı onunla saxlayırlar. Ağızdakı dəmir olur, atın ağzında olur. Onunla saxlayırlar. Yüyəni çəkirlər, onunla saxlayırlar. Atın ağzını az qala bir dəqiqə yara eləyəcək. Keçəl Həmzəyə deyir ki, Həmzə, incitmə qıratı. Oğul, Həmzə, incitmə qıratı. Bala, incitmə qıratı. Koroğlu qıratında incitmə deyir atı. Və Koroğlu bundan soruşur ki, bu atı sən sürən deyilsən, özün də saxlayan deyilsən, bunun kimin sifarişi ilə gətirmişsən? Koroğluya deyir ki, mən sənə nə demişəmsə, hamısını düz demişəm. Yəni, Çənlibeldə sənə nə demişəmsə, düz demişəm. Mən hörmətim olan adam deyiləm, hörmətsiz adamım, urvatı olmayan adamım. Mən deyir, bu atı ona görə deyir, gəlmişəm ki, Hasan Paşa aparım verim. Bu 5 günlük dünyada keyf çəkim. Yəni, məqsədim budur. Yoxsa mənim hörmətim yoxdur. Keçərliyimin ucbatından mənim hörmətim, izzətim yoxdur. Koroğlu deyir, buna nə deyir? Koroğlu buna deyir ki, səni dünya malından nə desin dünya malı verərəm? Bu atı mənə ver, qaytar. Koroğlu deyir ki, nə dünya malı? Mən onu dünya malına vermirəm axı. Koroğlu buna deyir ki, yaxşı cümlədə, hətta şeir formasında deyir, onu yadından çıxmamışdım. Deyir ki, orada 80 mindən bağlı deyir, 80 min tümənə, tümən orada pul vahidi deyir. 80 min ilxiya, 80 min ata deyir, dəyişmə bunu. Yəni, bir atın qiymətinə baxır, 80 min tümən, 80 min at. Yəni, bir at ən azı 80 min ata bərabər edir, Koroğlu qıratı. Deyir, buna deyir, satma. Həmzə də deyir ki, narahat olma, dünya malına satan deyiləm. Hasan Paşanın qızı var. Bunu aparıb atı verəcəm kimə? Hasan Paşa, o da mənə qızım verəcək. Ona deyir, satıram. Yəni, ona verirəm, belə deyək. Qızı da almağa görə, dünya malı deyil bu. Və görür ki, artıq heç bir çarəsi qalmır, çarəsizdir Koroğlu. Və Koroğlu buna deyir ki, Həmzəyə deyir ki, getdi, amma deyir, atı yaxşı saxla. Yaxşı da bir şeir də deyir, at igidin qardaşıdır. Həmzəyə deyir, Həmzə atı yaxşı saxla, at igidin qardaşıdır. Gündə müğayət ol yoxla, at igidin qardaşıdır. Atı nəyə bərabər eləyir? Qardaşa. Yəni, deyir, at qardaş kimidir. Bunu deyir və Keçəl Həmzə deyir ki, day mən nə deyirsənsə deyir, nə ad qoyursansa qoy, mən getdim. Və Koroğlu da buna deyir ki, get, Hasan Paşa mənim də dediyim sözləri çatdır ki, yəni mən orada bir dənə qala qoymaram. Yəni, ora gəlsəm qala qoymaram. Belə deyir ki, mən onsuz da bilirəm ki, sən gəlib öz atı aparatsan. Keçəl Həmzənin sözünə baxın. Keçəl Həmzə bic adam idi təbii ki. Xəyanətkar obrazı idi. Amma yadda saxlayaq ki, Keçəl Həmzənin bu cümlələrdə fikir verin, təhlildə sizə lazımdır. Keçəl Həmzə buna deyir ki, mən səni atını yox, heç bir tükünü də deyir Hasan Paşa vermərəm. Hasan Paşa vermərəm deyir. Amma deyir, mən biləm ki, sən gəlib atı nə vaxtsa aparatsan da atı. Atı nə vaxtsa aparatsan. Mən istəyirəm ki, bu dünyada bir keyf çəkim.
Amma deyir, sən gələndə Keçəl əmziyə bax, ha, mənfi tərəflərini dedik. İndi müsbət tərəflərini deyirik. Keçəl əmzə deyir ki, sən Toqata gələndə üzəngi yəni atı minmək üçün dəmir. Atın qarın boş, qarın tərəfində olur, dəmir, hər iki tərəfdə dəmir olur. Üzəngi deyirlər. Mən üzəngini tutacam, sən ata minərsən. Koroğluya söz verir, ha. Və çıxır gedir, belə deyək. Və Koroğlu oturur yerə və çox peşman olur. Və hətta məşhur o misralar da deyir, çünki oldun dəyirmançı, çağır gəlsin dərin Koroğlu. Yəni deyir, dəyirmançısan, əslində dəyirmançı oldun da bundan sonra. Və oturur dəyirmanda, at susuz, gecəni burada keçirdi Koroğlu. Koroğlu gecəni harada keçirdi? Gecəni keçirdi dəyirmanda. Koroğlu dəyirmanda qalır. Səhər tezləndən oyanır, görək bə dəyirmançı nə olmuşdu? Köhnə dəyirmançı, əsl dəyirmançı. Qaçıb çıxıb gelmiş da, daha burada qalmasa, Koroğlu ilə qışqırdı bunun üstünə. Ayağından tutdu, çəkdi, qaçdı, çıxdı geldi dəyirmançı. Koroğlu dəyirmanda səhər tezləndən görür ki, bir dənə kişi gəldi, 2 dənə öküzlə, arxasında da, arabasında da arpa, sonra çuval, çuvallar, yəni meşoq deyirik də, ruscası, çuvallar var idi. Çuvalların içində arpası, buğdası götürür gəlir. Gəlir, həmin o gələn kişi baxır ki, dəyirmançıdır, amma belə dəyirmançı olur, qırmızı, boyu, buğunu. Deyir ki, dəyirmançı haradadır? Koroğlu deyir ki, dəyirmançı neyirsən? Dəyirmançı yoxdur, mən buradayam. Bu, elə yazıq kişi nəsə demək istəyir ki, buğdaları alıb aparır içəri, dəyirmana və kişidən soruşur ki, arpan var. Kişi deyir ki, hə, 2 dənə çuval arpadır. Arpanı tökür bir-birindən qarışdırır, qoyur atın qarşısına, duratın qarşısına. Ki, durat yesin, ac qalmasın. Duratın qarşısına qoydu, duratdan sonra özü də acmışdı Koroğlu. Gedir, yapışır öküzlərdən biri, kişi istəyir ki, yəni etiraz eləsin. Oradakı öküzlərdə də 2 çuvalda da buğda var idi. Kişi istəyir ki, etiraz üzrə buğdanı icazəsi götürür. Koroğlu buna bir dənə tərs, altdan yuxarı tərs baxır. Kişi görür ki, bu elə dəyirmançı deyil də, yəni bu dəqiqə nəsə edir, yəni ona görə heç nə demir. Koroğlu, baxın ha, Koroğlunun bacaracağına baxın. Çox bacaracaqlar da insan idi. Buğdaları götürür gəlir, dəyirmanda üyüdür, un eləyir, sonra suya qarışdırır, xəmir eləyir, xəmirdən çörək yapır və çörək bişirir. Və gəlir öküzlərdən də birini kəsir, yeyir, kişi yazıq heç nə demir. Axırda kişiyə deyir ki, əmi deyir, narahat olma, bunların pulu nə qədərsə, yəni mən onun 2 qatını ödəyəcəm, verəcəm, narahat olma. Kişi yazıq nəsə deyə bilər, qorxudan, heç nə. Kişi heç nə demir, amma Koroğlu mərd adamı idi. Və Koroğlu yediyi öküzün də, buğdadan işlətdiyi buğda arpanın da pulunun 2 qatını kişiyə verir. Yəni mərd adamı idi, səxavətli adamı idi. Və deyir, geriyə qayıdır. Geriyə qaydanda nə vəziyyətdə qayda? Bütün xanımlar, dəlilər Eyvaz qarşılayır bunu Koroğlu. Eyvaz qarşılayır, gəlir. Eyvaz buna deyir ki, çatanda məşhur misralardır. Vaxtı ilə biz kinayədə də keçmişik bunu. Baxın, təzə sövdəgar, sövdəgar yəni alverçi, ticarətçi, bəzirgan. Buna deyir ki, Eyvaz, təzə sövdəgar olmasan, sövdan mübarək olsun. Alışveriş öyrənibsən, sövdan mübarək olsun. Alışveriş, yəni duratı qaytardı, qıratı verdi, durat təzdən qaytardı. Bu Koroğluya pis təsir edir. Koroğluya pis təsir edir. Təbii ki, Koroğlu da burada məşhur misralardan da, bunu qısa da gələcəm, məşhur misralardan deyir ki, aşırılığım bəsdir mənə. Görür ki, xanımlar həmişə bunu qarşılayırdı, igidlər bunu qarşılayırdı bunu. Görür ki, bunları qarşılayırdı. Amma heç kəs buna salam da vermədi. Koroğlu bunun üçün deyir ki, şad ol könlünə məl olsan. Aşırılığım bəsdir mənə, şad ol könlünə məl olsan. Məşhur misraları deyir. Amma oradakı igidlərdən, yəni belə, dəhlilərdən biri deyir ki, bizim deyir, Koroğlunun yanında sözümüz çürük bir qozdursa deyir. Biz burada niyə qalırıq? Söz kimi deyir, Koroğluya bu söz pis təsir edir. Koroğlu deyir ki, mən burada heç kəsi məcbur saxlamıram. At mənimdir, mən vermişəm, özüm də bilirəm. Koroğlu bunu deyir.
Bu xanımlara və dəlilərə pis təsirdir. Bütün dəlilər ayağa qalxır ki, biz gedirik də. Yəni Koroğlu söz deyəndən sonra biz burada qala bilmərik. Amma burada yadda saxlayın, tədbirli olan Ağbirçək, Çənlibelin Ağbirçək anası olan Nigar ayağa qalxır. Ayağa qalxmaq o deməkdir ki, işarə ilə göstərir ki, yəni oturur, getmir. Eyvaz oturur, Dəmirçioğlu oturur, Dəli Həsən orada oturur ki, yəni Nigar xanım nəysə bilir. Və təsəvvürün bir tərəfdə Koroğlu pərt vəziyyətdə, xanımlar, igidlər, dəlilər, yəni belə deyək, dəlilər pərt vəziyyətdə və Koroğlu baxır ki, ən azından yəni yarı bıdır da, həyat yoldaşı Nigardır. Nigar buna nəsəli gəlir. Amma görür ki, Nigar da üzün çevirib. Biri var danışdırmasın, bir də var üzün çevirib, belə çəp-çəp üzün çevirib, digər tərəfdə durub. Koroğlu buna nə deyir? Koroğlu buna məşhur səhv eləmirsə xalq mahnısında da var. Küsməyi kimdən öyrəndin? Məşhur misrasını deyir. Buna deyir. Görür ki, yox ha, bu küsmək elə belə küsmək deyil. Üzüm çevirib Nigar, yəni bu tərəfə də baxmır Koroğluya. Koroğlu buna deyir ki, küsməyi kimdən öyrəndin? Və yaxud deyir ki, bayadır, üzüm məndən niyə döndü? Və burada, baxın ha, Nigar xanımın da tədbirli, Ağbirçək anılması səbəb var. Nigar xanım da buna elə şeirlə cavab verir. Görən nə deyir şeirlə? Şeirlə cavab verir ki, binadan gözəl olmayan, binadan yəni əvvəldən, binadan gözəl olmayan, telin qədrini nə bilir? Çöldə olan boz sərçələr, telin qədrini nə bilir? Yəni sən qədri bilməzsən buna deyir, ha şeirdən. Koroğlu bu misralardan sonra pərt vəziyyətində öz səhvini anlayır və göy otun üstündə, kitab cümləsi elədi, göy otun üstündə 3 gün, 3 gecə ac, susuz yatır. Burada xanımlar da, dəlilər də biraz narahat olurlar ki, yəni öz səhvlərini də başa düşür ki, gərək Koroğlu səhv eləyib, amma Koroğlunun üzərinə getməyərdilər. Ne eləyib də səhvi, gərək Koroğlunun üzərinə getməyərdilər, amma gediblər artıq. Və Koroğlu 3 gün, 3 gecə ac, susuz, üzü qoylu yatır yerdə. Üzü qoylu yatır və yuxu görür. Yadda saxlayın, bəzən görürsünüz, Qazan xanla ortaq tərəf kimi verirlər. Koroğlu burada yuxu görür. Yuxuda görür ki, özü at belindədir, qıratın belindədir və Toqatdadır, Hasan Paşa da qarşısındadır. Birdən diksinir, oyanır. Görür ki, başının üstündə Eyvazdır. Eyvaz da nə durur? Yəni atasıdır da. Koroğlu Eyvazın atasıdır. Yəni başının üstündə dayanıb durub, kövrək vəziyyətdə qorxusunub durur. Və Koroğluya deyir ki, dur gedək, bizi gözləyirlər. Yəni xanımlar, dəlilər bizi gözləyir. Koroğlu deyir ki, mən xanımların, dəlilərin üzrə çıxa bilmərəm. Çünki mən onların qəlbinə toxunmuşam. Mən ancaq qıratı gətirəndən sonra yəni üzlərinə baxa bilərəm. Eyvaz deyir ki, narahat olmadan, dur gəl, elə gəl, yenə gedərsən, o səni ona görə yola sağlar. Bunu götürüb gəlib, bir də görür ki, orada bir nəfər sazla oxuyur. Bu gələn yar olaydı. Oxuyan kimdir? Nigar. Misranı da deyirəm, Misri ilə yadda saxlayarsınız. Nigar xanım da oxuyur. Deyir, bu gələn yar olaydı. Burada Eyvaz buna işarə ilə göstərir ki, bax görsə, yəni kim çağırır səni? Nigar xanım səni çağırır, yəni Nigar səni çağırır. Bunlar gedirlər və incilikləri bitir burada və başlayırlar bunlar məclis qurmağa. Məclis qururlar, kelməsi, sonradan Koroğlu geyinir, keçinir, əlinə alır sazı, deməli aşıq libasında gedəcək. Testlərə düşür, Toqata hansı libasda gedəcək? Aşıq. Əlinə alır sazı, özü də tək, hayi piyada. Yəni atı minib getmir, bəzən yazırlar düratla gedir, xeyr. Özü payi piyada aşıqdır da bu. Aşıq gecə-gecə gedər də. Gedir hara? Toqata. Axşamüstü Toqata çatır. Axşamüstü Toqata çatır və Toqatda axşamüstü olduğuna görə, yəni axşam olduğuna görə bir qapını döyür, bir qarının, kitabda elədir, bir qarının qapısını döyür və qarıya deyir ki, yəni qonaq saxlayarsan mı? Bu da deyir, qonaqda, Allah qonaqda gəl. Koroğlu həmin qarıya pul verir. Deyir ki, mənim 10 nəfər qonağım olacaq. 10 nəfərlik yemək pişir də, al. Kifayət qədər pul verir.
Qar da gedir 10 nəfərlik yemək alır gəlir. Gör ki, aşıqdır da bu. Aşıq söhbətçili olurlar. Qar da tək yaşayırdı. Deyir ki, bu 10 nəfərlikdə aş. Axşam yaxşı aş pişirəcəm, yiyəcək. Axşama yaxşı bir dənə aş pişirir və deyir ki, nə oldu Koroğluya? Qonaqlarım gəlmədi axı sənin. Hanı qonaqlarım? Koroğlu'nun qonağı var. Koroğlu öz demişdi. Koroğlu deseydi bir nəfərlik ilə, bu da az pişirəcək. Koroğlu yəni böyük və çox güclü yiyən olur. Elə deyək. Yaxşı yiyən olur, yaman yiyən olur. Və bəli, Koroğlu həmin danışdığımız rəqamda buna deyir ki, 10 nəfər deyir gəlməyəcək, dostlarım gəlməyəcək. Çək gətir. Bu da biz padnos deyirik də ruscası, məcməyi. Məcməyidə arvad hıqqanır ki, o məcməyidə hamısını götürsün, görürkən gücü çatmır. Koroğlu deyir ki, hamısını gətir. Koroğlu özü gedir məcməyini gətirib qoyur, başlayır yeməyə. Əllə, aşda. Arvada deyir ki, gəl sən də ye qarıya. Qarı deyir ki, əslində qarı da acı idi. Maraqlı məsələlər buradadır. Qarı deyir ki, yox deyir, yox, mən yemirəm deyir. Koroğlu təzədən deyir ki, sən nə yemsən, yəni bu axşam vaxtda, sən nə yemsən? Yəni axşam yemək yemən, nə yemsən ki, az döysən? Gəl otur ye. Arvad deyir ki, yox, o bizlərdə olur, deyirsən, adam ürəyi gəlir. Yox, utanırsan, deyirsən, yox. Koroğlu növbətdir və təklif edir ki, ay qarı nənə, gəl otur ye. Arvad buna deyir ki, yox deyir, nərhəm məni iyi tutur. Arada bir analarınız elə deyəndən olur, bəlkə şimdi deyir, nərhəm bunu məni iyi tutur. Yəni, məni iyi tutub yemirəm. Arvad baxır, keçib qıraqda otur, Koroğlu əlini alır. Arvad gör ki, məcməyim yoxdur. Məcməyini keçirdi, bir tərəfə aş getdi. Arvad ürəyində deyir ki, bircə dəfədən olaydı, təklif eləyərdik, yoxsa şişərəm. Bizim cümləmizdən isə şişərəm. Aşdan deyir, şişərdən bu yer qutardı ki, aşı, 10 nəfərin payı. Arvad ürəyində deyir, elə Koroğlu başa düşür, Koroğlu deyir ki, qarnına, gəl otur yer. Arvad da girişir aşağı, yer aşdan. Söhbət məqamında bu deyir ki, sabahlar arvad buna deyir ki, bəs sən aşıqsan da, yəni bir şeirdən demədin axı, şeir zat deməmsən. Heç bir şeir demədən aşıqsan, dostların da gəlmədi. Koroğlu deyir ki, narahat olma, sabahları deyərəm. Sabah dostlarım gələr, təbii ki, burada belə deyək də, arvada bunu deyə bilməzdir ki, mən Koroğluyam kimə. Deyir ki, dostlarım gələndə deyərəm, arvad deyir ki, qarı, mən sabah burada olmayacağım. Deyir, arada oradsan. Deyir, sabahları, bana cümləyə baxın, Həmzə bəyin toyudur. Keçən Həmzə demirlər artıq. Sabahları Həmzə bəyin, arvad deyir, qarı, sabah Həmzə bəyin toyudur, ora gedəcək. Sən də deyir, gedərsən, yaxşı nəmərdən zatdan. Müştırıqdan zatdan da nəmərdən, şirinlikdən zatdan alarsan. Aşığa deyir. Və bu günü bu qarıdan da soruşur, hətta atın yerini də soruşur ki, qıratı bəs hara şey eləyiblər, qıratı. Arvad da bunadan, biz səni biraz qısa danışıram ki, olar çatdıra bilək. Arvad buna həmin qarı deyir ki, qırat indi hal-hazırda Hasan Paşanın tövləsindədir. Özlə qırat yanına heç kəsi buraxmır, heç bir mehtəri buraxmır. Bunu da deyir, bunları məlumatı qarıdan alır və səhər tezləndən gəlir məclisə. Koroğlu gəlir məclisə, daha o hissələri qısaltdım. Gəldi məclisə gəlir, yəni gecəni o evdə keçirdir. Qarının evində keçirdir və səhərsi gəlir, keçirdir və səhərsi gəlir məclisə. Məclisə gəlir, məclisdə yəni görür ki, artıq yəni toy məclisidir. Hasan Paşanın qızının Dona xanımın dünya böyük idi, dünyanı istəyən Bolu bəy idi. Amma balacası Dona xanım idi. Keçən Həmzə də artıq Həmzə bəyin nişanlısı gələcəkdə həyat yoldaşı olacaq. Bu gün toylarıdır. Məclisdir və təbii ki, məclisə gəlir, məclisi şənləndirən kim ola bilər? Aşıq. Görür ki, aşıq gəldi, burada sevinirlər. Paşalardan biri, Hasan Paşa yox ha, paşalardan biri, bundan soruşur ki, paşalardan biri, Hasan Paşa yox, paşalardan biri soruşur ki, aşıq, hansı tərəfdənsən? Koroğlunun cavabına baxın, mən Qaf tərəfdəyəm. Qaf burada yer adıdır. Mən deyir, Qaf tərəfdənəm.
Bundan soruşurlar ki, Koroğlunu tanıyırsan? Deyir ki, əlbəttə tanıyıram. Deyir, bir Koroğludan nəsə oxuya bilərsənmi? Bu da təbii ki, Koroğludan aşıqdır da, yəni Platon aşıqdırsa, təbii ki, oxuya bilərdi. Və burada istəyirlər ki, belə deyək, paşalardan biri istəyir ki, desin ki, bəs Koroğlunun atını da gətirmişik, biz gətirmişik də, yəni Koroğlunun atını da biz gətirmişik. Koroğlunun yəni, artıq məğlub eləmişik, gücün yarısını belə deyək, biz gətirmişik. Hasan Paşa qoymur ki, söhbət yayılmasın. Bunu Koroğlunu göndərirlər ki, qoy yaxşı yeyib bitsin. Koroğlunu göndərirlər aşxanaya, yeməkxanaya deyək öz dilimizdə. Koroğlu gəlir yeməkxanaya. Və Koroğlu gəldi yeməkxanaya, Koroğluya bir qabda, sini qabda aş uzadırlar. Koroğlu deyir ki, bu aşı mən haram açacağam. Yəni doldur bir də, yəni bu aşı haram açacağam. Bu, həmin bu aşpazca baxır ki, bu yekə bazburuklu bir adamdır, belə yeməyindən, zatdan, bir boyundan. Bunlar soruşur ki, sən kimsən? Koroğlu da elə başa düşür ki, bu bunu yəni, tanıyan adamlardan, yəni bunun sevdiyi adamlardan biridir. Buna deyir ki, Koroğlu'nun adını eşitmişsən, aşpaz bunu deyəndə istəyir ki, qışqırsın. Koroğlu yapışır, bunu salır qazanın içinə, qapağı da örtüb, özü də oturur qazanın üstündə. Çəkir bir dənə qazanın qabağına, başlayır yeməyə. O ki var, yer, doyur, doyanlar sonra gəlir Məlisə. Məlisə gəlir, yerdə həmin Məlisə, yəni yeməkxanadan gəlir Məlisə. Buna deyirlər ki, bəs qıratdan bilirsənmi nəsə? Bu da təbii ki, qıratdan nə deyəcək? Qıratdan təbii ki, deyəcək. Və Hasan Paşa deyir ki, Koroğlunun qıratın gətirmişəm. O igidli yoxsa mən, o igidli yoxsa mən, deyir ki, əgər deyir, Koroğlu buna deyir Hasan Paşa, əgər deyir, həqiqətən də sən onu gətirmisənsə, sən igidsən, amma deyir, igidliyin 10 şərti var, sən onun biri yerinə getirmirsən. Burada Koroğlu şərtlərini sayır ki, yəni elə Koroğlu'nun atını gətirmisənsə, o igid deyilsən ki, igidliyin neçə şərti var? 10 şərti var, onlardan yalnız sən birin yerinə getirmirsən. Qalan 9 haqqında məlumat verir. Və burada təbii ki, bu məsələni də qısaca deyim sizə yadda saxlayaq. Burada qıratdan danışılanda, Koroğlu'dan da danışılanda, yəni sual veriləndə buna, Koroğlu yəni aşıq. Aşıq belə deyək. Aşıq buna deyir ki, burada məclisdə olan paşalara Hasan Paşa deyir ki, Koroğlu'dan mən deyir, bir dəfə deyir, elə bir dərs çəkmişəmiş deyir. Bundan soruşurlar ki, nə azar, nə dərs çəkmişsən? Özü deyir, Koroğlu. Deyir ki, bir dəfə, həmin bu qıratın özü cinlənmişdi. Yəni, azar tutulmuşdu, xəstəlik tutulmuşdu. Bir gün deyir, məni deyir, yolda gedərkən, məni deyir, götürdülər, apardılar, saldılar qıratın yanına. Koroğlu deyir, aşıq kimi bunlara deyir ki, bunun, yəni, həmin Mehdər kimi, belə deyək də, aşıq kimi aparıb, ata baxan kimi qıratın yanına salsınlar. Bunu özü deyir, bu variantı özü deyir. Deyir, məni apardılar, deyir, saldılar atın yanına. 3 gün deyir, saç salmışam ki, deyir, atın xəstəliyi deyir, sağalsın. Bir deyir, kimyagər də deyir, Koroğluya demişdi ki, bu atın xəstəliyin çarəsi ancaq saç salmaqdır. Mən deyir, 3 gün, 3 gecə saç saldım, deyir burada. 3 gün, 3 gecə. Ondan sonra deyir, həmin o at sağaldı. İndi də deyir, Koroğlu'nun atının o cinli olduğu vaxtı, dərlik olduğu vaxtı, azara düşdüyü vaxtı, Koroğlu artıq özü oxuyur. Aşıqdır da indi Koroğlu, özü oxuyur deyir. Mən deyir, o vaxtı deyir, başıma bir iş gəlir, buna deyir. Ki, öncədən məlumat verir ki, bunu ora salsınlar. Hasan Paşa da bütün olan məsələləri danışır ki, yəni onun atın qıratı biz gətirmişik və həmin bu Koroğlu da, yəni aşıq libasında olan Koroğlu da bunlara deyir ki, mən həmin o atın yanına gedə bilərəm, yəni qıratın yanına gedə bilərəm. Amma siz deyir, gözləyin, kənarda gözləyin. Mən deyir, saç salaram. Əgər baxacaq, at yaxşılaşsa, mən içəri girərəm. Yəni qıratın yanına girərəm. Yox, əgər yaxşılaşmasa, özü deyir Koroğlu. Mən deyir, öldürsüz belə o atın yanına girmərəm. Deyirlər, narahat olma, yaxşı. Səni dünya malından qane edərik, gedək. Gəlib düşürlər atın yanına. Düşdülər atın yanına
Və at təbii ki, töylədədir, qapının ağzındadır. Koroğlu başlayır dındırlatmağa, sazan. Və orada məşhur misralardan da biri belədir. Qız bir çəkilir, qırat gəlir. Alma gözlü qız bir çəkilir, qırat gəlir. Qıratla bağlı, o biraz xırda məsələlər dedim. Qıratla bağlı bir şeirdir. Qırat qulaqlarını şəkilləyir. Eşit baxın. Qırat qulaqlarını şəkilləyir. Eşitir. Qırat qulaqlarını şəkilləyir və qıraqdakı paşalar da, o Hasan Paşa da, yanındakı ətrafda olan paşalar da bunu görürlər. Və Hasan Paşa işarə edir ki, Koroğlunu, yəni aşkı neynəmək lazımdır? İçəri salmaq lazımdır. Və buna deyib, bunu itəliyirlər içəri. Koroğlu, yəni atın yanına gəlir və at elə bil ki, o iynə buzov deyək də, buzov öz anası öz buzovunu necə yalayırsa, balasını yalayırsa, elə ki, at da elə olur. At da o vəziyyətdə olur. Atın vəziyyəti olur. At təbii ki, öz sahibini görür, sevinir. Və birdən Koroğlunun yanına düşür ki, ey dili qafil, sən neyinirsən? Atı qucaqlamısan, boynunu qucaqlamısan, belə şey olar, şübhələnərlər səndən. Və qayıdır orada paşalara, Hasan Paşa deyir ki, siz biraz kənarlaşın, mən atı töylədən çıxardım. Biraz hava görsün, sonra sizə təhvil verərəm. Bunlar da atın qorxusundan çıxırlar qalanın bürcünə. Bürc bilirsiniz də amonim sözdür, vaxtı ilə demişdik. Qalanın müşahidə yeri. Qalanın bürcünə çıxırlar. Paşalar Hasan Paşa, yuxarı nöqtəsinə, gözətləmə nöqtəsinə çıxırlar. Çıxdılar burada, həmin o gözətləmə nöqtəsinə. Çıxdılar ora. Və Koroğlu da atı yavaş-yavaş tövlədən bayra çıxardı ki, yəhərləyib ata minə bilsin. Bu burada o işi görmədə olsun, sizə kimdən xəbər verib? Keçər Həmzədən. Keçər Həmzə artıq olmuşdu Həmzə bəy. Toy günü idi, toy vaxtı idi və yavaş-yavaş gəlir öz nişanlısının belə deyək, gələcək həyat yoldaşının pəncərəsinin ağzına. Və bunu pəncərəsinin ağzında görür ki, həyat yoldaşı da belə deyək, Dona xanım da oradadır. Dona xanım deyir ki, buna deyir, sən necə ola bilər ki, Koroğlu kimi bir adamı atın uğurlamsan, bir qıza görə. Yəni, mənə görə Koroğlu kimi bir igidin atın uğurlamsan. Bu da deyir ki, Keçər Həmzədən, bu uğurluq deyil, deyil, bu igidlidir, deyil. Koroğlunun atın deyir, hər adam gətirə bilməz, deyir. Koroğlunun tam gücün yansıdır. Qız buna Dona xanım deyir ki, mən deyir, şərti var, görək nə şərt var. Mən deyir, Koroğlunu görməsəm, mən sənə ərə getməyəcəm. Keçər Həmzə də, baxışar, neynəsin? Ağına gəlir ki, fikirləşir ki, indi gedib şikayət edəcək Hasan Paşa. Hasan Paşa deyəcək ki, qız idi, istədim, verdim də, arvad sənindir. İndi mən nə deyim ona? Həmzə qalır ki, mən neynim, mən nətər edim, indi Koroğlunu mən hardan gətirim. Elə belə baxanda gör ki, canavar tərəfə qaçışır, meydana tərəf. Soruşur ki, hara qaçırsınız? Deyirlər ki, paşalar, Hasan Paşa çıxıb Gürcə, camaat da biraz kənarlaşıb ki, həm bir aşıq qıratı çıxardacaq bayra. O dəqiqə başa düşür ki, qıratı heç kəs çıxarda bilməz. Çünki yüyənin başqasına vermə baxır Koroğlu. Qıratı kim çıxarda bilər? Ancaq Koroğlu. Deyirəm, nə aşıq? Tez qaçır meydana. Meydana tez qaçır və vaxtı ilə dəyirmanda söz vermişdi. Keçər Həmzə sözün üstündə durur. Baxın uşaqlar, Keçər Həmzənin həm mənfi tərəfləri var, həm müsbət tərəfləri. Ona görə Keçər Həmzə ziddiyyətli obrazdır. Bax, bunu ədəbiyyatda yadda saxlayın. Müsbət tərəfləri də var, mənfi tərəfləri də var. Ona görə necə obrazdır? Ziddiyyətli obrazdır. Keçər Həmzə tez qaçır, gəlir üzəngini, axı dəyirmanda söz vermişdi axı. Üzəngini tutur ki, buyur Minata. Və Koroğlu ata minir, Koroğlu deyir ki, söz dəyirmandakıdır. Yəni, mən dəyirmanda söz vermişdim axı sənə ki, üzəngini mən tutacam. Deməli, Keçər Həmzə sözün üstündə durur. Və Keçər Həmzə buna deyir ki, birinci Koroğlu bundan sonra ki, sən arzuva çata bilmisənmi? Yəni, qızı almışsan, almamsan, deyir, qızı almışam artıq. Keçər Həmzə buna deyir ki, mən sənin yerində olsaydım, mən səssiz, səmirsiz bu dəqiqə çıxıb gedərdim. Koroğlunun ikinci dəfə dediyi söz, bir o ayağına yıxılmış deyə çörək məsələsi başlıqda.
da, yəni bundan əvvəlki məqamlarda. İlk dəfə Koroğlu ilə kim qarşılaşanda keçələrimizə ayağına yıxılmışdı. Koroğlu deyir ki, kişi çörəyə görə ayağa yıxılmaz. Bu bir. Bir də burada deyir ki, mən əgər elə-belə getməli olsam səni kimi, yəni səssiz, səmirsiz getməli olsam, mənim səninlə fərqim nədir? Yəni sən səssiz, səmirsiz gecə at duratı qaçırmış daxı tövlədən. Deyir ki, yəni mən elə gedə bilmərəm. Burada Keçəl Həmzə öz səhvini başa düşür, başına aşağı əyir. Və buna deyir ki, Keçəl Həmzədən soruşur ki, buradan çıxmağa neçə yol var? Deyir, 5 yol var. Yəni bu meydandan çıxmağın yolu 5 yoldur. Bu Toqatı tərk eləməyin yolu 5 yoldur. Və deyir, bu ata minib və atı gəzdirməyə başlayanda Keçəl Həmzə tez qaçır Dona xanımın yanına. Dona xanımı çağırır ki, bax o meydandakı var ha. O kimdir? Koroğlu özüdür. Dona xanım da baxır ki, atın üstündə filan kəs belədir. Yəni Keçəl Həmzənin də, Həmzə bəyin də arzusu yerinə yetir. Daha heç bir, Dona xanımın heç bir bəhanəsi qalmır. Və bu məqamda paşalardan biri Hasan Paşa deyir ki, Hasan Paşa deyir, mənim gözüm bu adamla, atın üstündə olan aşırdan, gözüm su içmir. Yəni bu Çənlibel adamıdır, ya da elə Koroğlunun özüdür. Deyir, elə şey, Hasan Paşa deyir ki, elə şey olar. Aşıq gəldi, bizi yəni burada həriflədi, yəni bizi Allahdır, burada elə şey ola bilməz. Deyir, necə elə şey olmaz? Çağır Həmzə bəy, soruşaq, Həmzə görür bax onu. Həmzə bəy çağırırlar, Həmzə baxır, Həmzə billah ki, odur. Yəni qoyur belə gözün üstünə, qaşların üstəki, belə ki, uzaqlara baxır da, gürcə çıxır. Baxır, deyir, Koroğlu kim atı verdi? Keçəl Həmzə bir ki, daha Koroğlu atın üstündəsə heç kəs ona bata bilməz. Özü bilərəkdən deyir. Deyir, Koroğluya bu atı kim verdi deyir. Tez Hasan Paşa qoşuna əmr elə ki, tutun. Koroğlu bir dəfə bir yola baş vurur, keçə bilmir, 2 yola baş vurur, keçə bilmir, 3-cü yola baş vurur, keçə bilmir və buradan çıxış yollarından biri çay idi. Çay tərəfi açıq saxlamışdılar ki, Koroğlu Tona çayına, hansı çaya? Qızın adı, Hasan Paşa'nın qızının adı Dona idi. Elə yadda salınır. Çayın adı Tona idi. Tona çayına. Koroğlu görür ki, başqa çayına yoxdur, özün salır Tona çayına və atın qulaqlarına qədər su içində olur. Ata da burada bir şeir deyir ki, bunu ilhamlandırsın və at bunu, qırat bunu keçirdir, çıxardır həmin bu çaydan və geriyə baxır, Hasan Paşanı hədəliyir ki, sən bu günləri canını qurtardın. Bu gün getdin, sən canını qurtardın. Amma növbət dəfə təbii ki, belə olmayacaq. Çünki borclunun sağlığını istər deyir. Bunu üz tutur Çənlibelə tərəf. Gəldi Çənlibelə, görək burada da necə olur, qutaram, yekunlaşdıram, az qalır. Çənlibelə gəlir və Çənlibeldə də dəlilər, Çənlibeldə də igidlər və belə deyək, xanımlar hamısı bunu qarşılayır. Və Koroğlu da burada öz səhvini və təbii ki, etiraf edir ki, səhv deyir, yəni mənim idi. Yəni mənim səhvim idi. Həmin bu xanımlar da, dəlilər də təbii ki, bunların da müəyyən bir səhvləri var idi ki, Koroğluya əslində ürək dirək verməli idi. Və bütün hadisələri az qalıb, bir-iki cümləm qalıb bitirəm. Bütün hadisələri hamısını danışır və burada Nigar xanım özü bir orada olanlara, xanımlara, dəllərə bir göz basır, deyir ki, Koroğlu deyir, sən təbii ki, deyir, belə adam olmasaydın, biz sənin yanında olmazdıq, deyir. Sən igidsən, mərdsən, amma deyir, sir-sifətdən biraz qarasan, deyir. Koroğluya deyir. Koroğlu da təbii ki, aşıqdır, əlinə alır sazı, məşhur o misraları deyir. Deyir, mənə qara deyən gözəl, qaşların qara deyilmi? Tökülübdür saç gərdənə, tellərin qara deyilmi? Deyir və zülfün qara deyilmi? Yəni zülf bilirsə saçın qara deyilmi deyə və zarafatyanı ifadələr də bitir.